Hörmətli izləyicilərimiz, bax bu dəfə də biz Masazırda, Duz gölünün düz kənarında 4 qardaş deyiləndə, Badamvilla deyilən ərazidə bu yaşayış kompleksinə gəlmişik. Çəkdiyim ərazidə bax sizə gördüyünüz kimi binanın həyətidir. İndi o Duz gölünə baxan tərəfdə göstərəcəm sizə. Baxın. Baxız. Bax gördüyünüz kimi bunun həyət hissəsidir. Bax burada bunun içərisidir. Bu lift də var burada. Mən sadəcə o liftdən istifadə eləmirəm. Pilləkənlə qalxıram həmən yerə. Mən qalxdıq 3-cü mərtəbəyə. Bax girən kimi mətbəx hissəsidir. Bax neçə kvadratdır bura? Yox. 47.5 kvadratdır. Bax girən kimi belə. Sol tərəfdə də sanitar qovşaqdır bax belə. Bunun işığını yandıraq. Yandırdıq bax belə. Tam əşyalı yoxsa əşya satılır? Əşya bu vəziyyətdə. Nə var hamısı qalır. Gözəl. Yataq otağı. Bax gördüyünüz kimi nə var qalır. Gəlirsiniz, alırsınız. Əsas bunun qiyməti nə idi? Bəli. Deməli 71.000 qiymətidir. Sənət nəyi var? Müqavilədir yoxsa qupçadır? Müqavilə. Sənətdəki müqavilədir. Bax bu vəziyyətdə bunun qonaq otağı. Bax gördüyünüz kimi. Bu da bunun eyvan, qaz, su, işıq hamısı vardır. Bax bu da düz görünən görüntüsü. Həyətdir. Burada mənzil olan həyətə ehtiyacı yoxdur. Həmis hava bu vəziyyətdə. Belə. Nəysə. Qiymət dediyim, müqavilə dedim, əşyalı vəziyyətdə 71.000.